Salam, hər vaxtınız xeyir olsun. Gəlin, heyvanlar mövzuları arası əlaqəsinin test davamına baxaq. Ə, Bilirsiniz ki, hissə-hissə yerləşdirməliyik YouTube-a, yoxsa YouTube-un şərtlərini ödəmir. Ona görə məcbur kiçik-kiçik partiyalarla yerləşdirməyə çalışacağam. Başlayaq 152-ci sualdan. Göyərçin, kərtənkələ və köstəbəkdə qan damar sistemi üçün ümumi xüsusiyyətdir. Aha, yenə də eyni sualdır. Ağciyər venası ilə arterial qanın axması. Çünki ağciyərdən qayıdan damardırsa, deməli qan təmizlənib gəlib. Təmiz qanımız isə nə idi? Arterial qan. Ürəklərində qanın qarışmaması bu göyərçin və köstəbəyin xüsusiyyətidir, yəni quş və məməlinin. Bədənlərində iki cür qanın dövr etməsi yenə də quş və məməliyə aiddir. Bədənlərində üç cür qanın dövr etməsi kərtənkələnin xüsusiyyətidir. Sol mədəcikdən sağ artıq qövsün çıxması bu göyərçinin xüsusiyyətidir, quşların xüsusiyyətidir. 153. Ürəyində qanı qarışmayan heyvanlar. Nəyə götürməliyəm? Deməli, götürməliyəm məməli, quş, bir də timsah. A variantına baxsam, tısbağa var, sürünən var. Heç gürzəni görmədim, gürzə də var. A variantı getdi. Triton suda qurda yaşayandı, getdi. Çünki sürünən də, suda qurda yaşayan da hər ikisində qan qarışır ürəkdə. Sonra C variantında balina, leylək, anadonta gürzə. Burada gürzə söhbəti var. Gürzədə qarışır. D variantında deməli, D variantına baxsaq, qaranquş, xanı balığı, kirpi, it. Bunların heç birində qarışmır. Qaranquşda arterial və venoz qan bir-birindən tam ayrılıb, həmçinin kirpi və itdə. Xanı balığında isə ümumiyyətlə ürəkdə yalnız venoz qandır. Y variantında göl qurbağası yenə də işi pozur. Doğru cavab D variantıdır. 154. Ürəyində qanı qarışmayan heyvanları göstərin. Yenə də baxırıq. A variantında gürzə, yılandı, sürünəndə çıxdıq. B variantında alligator, timsahdır, amma timsahda qan qarışmır. Gürzədə amma yenə qarışır. C variantında baxırıq. Triton var, suda qurda yaşayan, qarışdı. D variantında baxaq. Aha, D variantı şərtimizi ödür. Timsahdır, göyərçindi canavardır. Ürəyində arterial və venoz qan tam bir-birindən ayrılıb. Nərədə isə yalnız venoz qandır. Y variantında isə tısbağa işi pozur. 155. Boğum ayaqlara xas olan əlamətlərdən hansı daha sonra əmələ gəlmişdir? Deməli, baxaq. Qanadlara baxsaq, deməli, qanadlar bunlarda elə ən sonra əmələ gəlib. Bundan əvvəl, çünki qanadlar həşəratlarda mövcud idi. Buğumlu ətraflar artıq xərçənglərdə mövcud idi. Ona görə bunu çıxıram. Traxeyalar. Traxeya hörümçəkdə mövcud idi. Bu da getdi. Xarici skelet buna qədər ümumiyyətlə mollyusklarda belə olub, ona görə gedir. Mürəkkəb gözlər həmçinin mollyusklarda uzaq şərq qalmalarında olub. Doğru cavab A variantıdır, çünki qanadlar həşəratlarda yaranmışdı və bunlar da digərlərinə nisbətən sonra formalaşmışdı. 155-də A. 156. Göl qurbağasının çiyin qurşağında hansı sümüyün olması onun skeletinin bu hissəsini göyərçinin yuxarı ətraf qurşağının skeletindən fərqləndirir. Göl qurbağasında 4 növ 7 sümük var. 4 növ nədir? 2 kürək, 2 körpücük, 2 qarğa, 1 döş sümüyü. Döş sümüyü normalda döş qəfəsinə aiddir, amma qurbağada döş qəfəsi olmadığı üçün döş sümüyü ön ətraf qurşağına daxildir. Ona görə göyərçində isə sadəcə 2 kürək, 2 körpücük, 2 qarğadır. Nəyə görə fərqləndi? Döş sümüyünə görə fərqləndi. Döş sümüyü göyərçində artıq döş qəfəsinə aiddir. Doğru cavab A variantı olmuş oldu. 157. Cədvəldə müxtəlif heyvan tipləri üçün bədən örtüyü rolunu oynayan strukturlar verilmişdir. Dəri əzələ hüceyrəsi deyirsə, hüceyrədən söhbət gedirsə, bağırsaq boşluqlar tipidir. Yəni, sualımıza da baxaq. Hansı heyvan tipində qidanın həzmi həzm vəzisində başa çatır? Deməli, nəyi soruşur? Xərçəngi soruşur bizdən. Həzm vəzisində başa çatması. İndi baxaq. Gəlin mən rəngi də dəyişim.
Nəsə gözümə yaxşı görünmədi. İkincidə dəri əzələ kisəsi var. Söhbət qurdlardan gedir. Aha. Üçüncüdə xitin var. Söhbət buğum ayaqlılardan gedir. Elə bizə buğum ayaqlı lazımdır. Çünki xərçəngdə həzm vəzində bitir. Deməli, doğru cavab A variantıdır. Yenə davam edək. M-də manti var. Manti nə idi? Mollyuskulara aiddir. Və S-də çox qatlı dəri var. Çox qatlı dəri isə xordallarda mövcuddur. Bizdən isə həzm vəzsində başa çatan heyvan soruşduğu üçün söhbət xərçəngdən gedir. O da buğumayaqlar tipinə aiddir. 158. 158-dən biraz kiçildi. Cədvəldə onurğalı heyvanların müxtəlif nümayəndələri üçün səciyyəvi olan bəzi xüsusiyyətlər verilmişdir. Onurğalı heyvanlar üçün. Yəni, söhbət nədən gedir? Balıq, suda qurda yaşayan, sürünən, quş, məməli. Aha, K-nın baxaq, nə ağciyər tənəffüsü yoxdur, nə beş barmaqlı ətrafı, nə qabırğa arası əzələsi, nə iki qat tənəffüsü yoxdur, nə süd vəzisi yoxdur. Söhbət nədən gedir? Balıqlardan gedir. L-də ağciyər tənəffüsü və beş barmaqlı ətraf var. Amma qabırğa arası əzələləri, iki qat tənəffüs süd vəzisi yoxdur. Söhbət nədən gedir? Suda, quruda yaşayanlardan. Elə hissə gedirlər. Kaş bunu qarışdırardılar. Biraz daha belə qəliz olardı. Aha. M-də ağciyər tənəffüsü, beş barmaqlı ətraflar, qabırğa arası əzələlər. Qabırğa arası əzələlər artıq formalaşıb, amma iki qat tənəffüs və süd vəzisi yoxdursa, söhbət sürünəndən gedir. Sonra N-də iki qat tənəffüs də mövcuddur və beş barmaqlı ətraf yoxdur, çünki quşların ön ətraflarında 3-3, arxa ətraf əksəriyyətində 4-4, bəzilərində 2-2 arxa ətrafları var. Deməli, bu söhbət ümumiyyətlə iki qat tənəffüsə görə də avtomatik quşlardan gedir və süd vəzlərinə görə də avtomatik məməlilərdən gedir. İndi baxaq, temperatur tənzimi mövcuddur. İstiqanlı canlılarda, istiqanlı canlılar quşlar və məməlilərdir. Doğru cavab N və S, Y variantı. Bu arada dedim testi qarışdırmaq lazım idi. Yəni düşünməyin, qəddarlıq eləyirəm. Sadəcə belə də çox asan olub da, yəni test. 159. Ağız eyni zamanda anus funksiyasını da yerinə yetirir. Yəni, həm qidanın qəbuluna xidmət edir, həm həzm olunan qalıqların xaricinə xidmət edir. Bu da bağırsaq boşluqlardadır, yastı qurdlardadır. Artıq insan asqardindən, yəni saf qurdlardan etibarən anal dəlik formalaşdığı üçün qida bir istiqamətdə hərəkət edir. İndi gəlin baxaq. Elə insan asqardində anal dəlik var, bu getdi. B-də yenə insan asqardi var, getdi. Soxulcanda da anal dəlik var, anal dəliyi ilə xaric olunur. Deməli, bunu saxlayaq. Hə, bunu saxlamayaq, çünki burada öküz soliteri var. Öküz soliterindən bilirsiniz ki, həzm sistemi yoxdur. Bütün bədən səthi ilə qidanı qəbul edir. Həzm olunmayan qalıqlar bütün bədən səthindən xaric olunur. Bu da getdi. D variantında Aurelia nədir? Bağırsaq boşluğudur. Ağ planari yastı qurdlardır. Bunların hər ikisində ağız həm qidanın qəbuluna, həm də həzm olunmayan qalıqların xaricinə xidmət edir. Ağ planari uyğundur, amma insan asqardində anal dəlik var. Ona görə Y variantı gedir. 160. Baxaq, sinir düyünlərinin sayı ən az olan heyvan. Burada ən azından baxmalıyıq. Soxulcandır, bal arısıdır, çay xərçəngidir, may böcəyidir. Yəni, həlqəvi qurdlardır, sonra burada mollyuskulardır, bir də buradakı buğumayaqlardır. Bunlar da zaten sinir düyünlərdir, düyünlü sinir sistemidir. Burada ən az sinir düyünü olan ağ planaridir. Onda sütunvari sinir sistemi idi. Bədənin önündə güclü sinir düyünüydü. Onlardan sinir sütunları çıxırdı. Onlar arasında da atmalar var idi. Yəni, ən az sinir düyünü olacaq ağ planaridən. O birlərində qarın sinir zəncirinə görə sinir düyünlərinin miqdarı onsuz da çox olur. 161. Yalnız bir tipin nümayəndəsi üçün xarakterikdir. Əla, qəşəng sualdır. İndi baxaq. Deməli, gəlin baxaq. Elə burada boru şəkilli sinir sistemidir. Çünki boru şəkilli sinir sistemi sadəcə xordalların xüsusiyyətidir. Amma digərlərinə baxaq.
Daxili mayalanma qurdlarda mövcud idi və xordallarda da mövcuddur. Ağciyər tənəffüsü mollyusklarda qarın ayaqların bəzi nümunələrində ağciyər idi, xordallarda da var. Mürəkkəb mədə. Mürəkkəb mədə həm xordallarda mövcuddur, həm xərçənglərdə, boğmayaqlarda mövcuddur. Bu da getdi. Qapalı qan dövranı. Qapalı qan dövranı həm həlqəvi qurdlardadır, həm mollyusklarda, başayaqlı mollyusklardadır. Həmçinin də xordallardadır. O da getdi. Amma boru şəkli sinir sistemi dediyim kimi sadəcə xordallara aiddir. 162. Qan dövranı zamanı qanı ağciyərdə karbon qazının təmizlənməyən orqanizm. Mhm. Deməli, ağciyər nədən istifadə edir? Xaricin, belə deyək, havanın oksigenindən istifadə edir. Delfinin balası, delfin məməlidir, özü də balası da ağciyərlə tənəffüs edir. Yetkin göl qurbağası, qurbağa da ağciyər tənəffüsüydü və dəri tənəffüsüydü. Yumurtadan yenicə çıxmış cücə, axır yəni çıxıb da bu yumurtadan və havanın oksigenindən ağciyərdən istifadə edir. Cavan göl ilbizi, biz bilirik ki, göl ilbizində də ağciyər tənəffüsü idi. Amma şimpanzenin döl hardadır? Ana bətnindədir. Şimpanzenin bətnindədir. Bu şimpanzenin bətnində nətər ağciyəri ilə tənəffüs eləsin ki, ən azından bir həyatdan bir nüansı gətirsək gözümüzün önünə, biz anamızın bətnində olanda anamızın qanından oksigeni qəbul edirik. Artıq doğuşdan sonra o uşağı artıq həkimlər bir-iki dənə şillə vurandan sonra onda ağlama baş verir, ağciyərlər açılır. Yəni döldə bu ağciyərlərdən istifadə etmir. Ananın qanındakı oksigendən istifadə edir. 163-də yenə ağciyərlərdə karbon qazının təmizlənməyən eyni fikirlərdir. Yəni delfin balası dedik istifadə eləyir, cavan gölül bizi istifadə edir. Daraqlı triton elə qurbağanın əmisi oğludur. Onda yəni həm ağciyərdir, həm də dəri tənəffüsüdür. Getdi. Yumurtadan yenicə çıxmış timsah balası axırda yumurtadan çıxıb, ona görə də deyə də bilmədim. Yumurtadan çıxıb və ağciyərlə tənəffüs edir. Amma yarasanın dölü yenə döldürsə, hələ ana bətnindədir və ananın qanından oksigen əldə edir. Doğru cavab D variantıdır. 164. Eşitmə orqanı iki şöbədən ibarət. Eşitmə orqanı iki şöbədən. Gəlin bir deyək də. Balıqlarda bir şöbə idi, daxili. Suda qurda yaşayan sürünən iki şöbə idi. Bizdən də iki şöbə istəyir. Nə götürük? Qafqaz xaçlıcası. Baxın, diqqətli olun. Qafqaz xaçlıcası deyirik. Əsasən də abituriyentlərdə bu, yəni adları öyrənməkdə çətinlik çəkirlər. Qafqaz xaçlıcası qurbağa növüdür. Yəni bu qurbağa da dedik ki, suda qurda yaşayanlardırsa, iki şöbədən var, daxili və orta qulaq. Siçan, köstəbək məməlidir, 3 şöbədir. Göyərçin isə burada da 3 şöbədir. Sadəcə məməlilərdə 3-cü şöbə xarici qulaq, həm də qulaq heyvanına malikdir. Quşlarda isə sadəcə xarici qulaq keçəcəyidir. Anodontada ümumiyyətlə xüsusi hiss orqanı yox idi, baş yox idi çünki. 165. Hansı mülahizə doğrudur? Balıqların pulcuğu xitindən təşkil olunub. Bu səhv mülahizədir. Çünki balıqların pulcuğu sümük mənşəlidir. Gənələr hörümçək kimilər sinifinə aiddir. Bu doğrudur. Gənə, böv, əqrəb, hörümçək. Hörümçək kimlərin dəstələridir. Çay xərçənginin bir cüt yox, iki cüt bığcığı var. Bir cüt uzun, bir cüt qısa. May böcəyində bir cüt bığcıq var. Qoxu bilmədə rol oynayır. Hörümçək kimilər 3 cüt ayağa malikdir, 4 cüt ayağa malikdir. Doğru cavab olacaq B variantı. 166. Yumurtasından sürfə çıxır. İnkişafı nədir? Dola inkişafdır. Aha. Xaçıl hörümçək düzünə inkişafdır, sürfə yoxdur. Göyərçində sürfə yoxdur, timsahda sürfə yoxdur, yexidnada sürfə yoxdur. Amma öküz solterinin yumurtasından 6 qarmaqlı sürfə çıxır. Əsas sahibin bədənini yumurta mərhələsində tərk etdikdən sonra yumurtalar aralıq sahibin bədəninə düşdükdə orada 6 qarmaqlı sürfəyə çevrilir. Ona görə də cavab B variantıdır. 167. Təkamül prosesində ifrazat sistemi
ilk dəfə yaranmışdır? Aha, ümumiyyətlə orqanlar sisteminin əksəriyyəti harda yarandı? Yastı qurdlarda yarandı. Bağırsaq boşluqlarda sadəcə hüceyrələr idi. Orqan yox idi. Onlardakı sonrakı nümayəndələrdir. İbtidaidə ümumiyyətlə bir hüceyrədir. 168. Onurğalı heyvanların qan damar sisteminin quruluşunun mürəkkəbləşməsinin düzgün ardıcılığı. Bunu elə kitabda hansı ardıcılıqla keçirsə elə götürürsünüz. Yəni burada olacaq akula, balıq, suda qurda yaşayan quru qurbağası, göyərçin. Çünki balığın ürəyi 2 kameralıdır, qurbağanın ürəyi 3 kameralıdır, göyərçinin ürəyi 4 kameralıdır. Getdikcə mürəkkəbləşib. Amma baxaq bu billərə də bir-ikisini nəzərdən keçirək biləsiz məntiqi. Akulada 2 dənə kameralı ürəkdir. Adı dovşanda 4-dür, quru qurbağada 3-dür. Fikir versiniz, ardıcıllıq pozuldu. Bir dənə də nə bilim, yeyə baxaq. Göyərçinin 4 kameralıdır, qurbağa 3 kameralıdır, akula 2 kameralıdır. Əksinə, sadələşmə gedib. Bu da getdi. Bu məntiqlə bu testdə yanaşacaqsınız. 169. Fərdi inkişafında sürfə mərhələsi olmayan onurğalıların neçə sinifinin nümayəndələrində dişlərə rast gəlinir? Onurğalılardan gedir və sürfə mərhələsi yoxdur. Balıq da suda qurda yaşayanda sürfə var. Sürfə yoxdur. Sürünən quş məməli sadəcə nədir? Dişlərə rast gəlinir. Quşlarda da uçmaqla əlaqədar dişlər yox idi, bədən yüngülləşsin deyə 2 sinif, sürünən və məməli. 170. Fərdi inkişafında sürfə mərhələsi olmayan, bunu dedik artıq, sürünən quş məməli. Onurğalılar neçə sinifin nümayəndələrində istiqanlıq var. İstiqanlıq quş və məməlidədir. Ona görə 2. Sürünənlər soyuqqanlıdır. 171. İlk dəfə həzm prosesi həm hüceyrə daxilində, həm də bağırsaq boşluğunda gedən heyvanlar. Bu bağırsaq boşluqlardır. Bağırsaq boşluqlarda 2 dənə həzm hüceyrəsi var idi. Vəzili və qamçılı həzm hüceyrələri. Vəzili hüceyrələrin sintez etdiyi o şirə sayəsində bağırsaq boşluğunda həzm olunurdu. Ondan sonra keçirdi qamçılı həzm hüceyrəsində. Həzmin digər hissəsi orada baş verirdi. Həzm olunmayan qalıqlar bağırsaq boşluğuna atılıb, oradan da ağızla xaricə çıxarılırdı. 172. Təkamül prosesində həzm kanalı ilk dəfə ətraf mühitə 2 dəlik vasitəsilə açılıb. Yəni, həm ağzı var, həm anal dəliyi var. Anal dəlik də bayaq dedik ki, ilk dəfə harda yarandı? Sap qurdlarda yarandı. Yəni, insan askaridində. 173. Xordallar tipinin bir neçə sinifi üçün xarakterikdir. Baxaq. Daxili qulağın olması, balıq, hətta balıq demirəm, sinif deyir. Qırdaqlı balıq, sümüklü balıq, suda qurda yaşayan, sürünən, quş məməli. Görün, neçə sinif üçün xarakterik oldu. Deməli, bunu götürdük. Qulaq seyvanı məməlinin xüsusiyyətidir. İkiqat tənəffüs quşun xüsusiyyətidir. Diafraqma məməlinin xüsusiyyətidir. Diri bala doğma və üstəlik balanı südlə bəsləmək məməlinin xüsusiyyətidir. Deməli, doğru cavab A variantı olmuş oldu. 174. Xordallar tipinin bir neçə sinifi üçün, bir dənə belə eləyək, heç olmasa üçünü bir yerdə görək. 174. Xordallar tipinin bir neçə sinifi üçün xarakterikdir. Balanı südlə bəsləmək məməli, qulaq seyvanı məməli, ikiqat tənəffüs quş, pəncə lüləsi quş. Sümük skeletin olması isə sümüklü balıq, suda qurda yaşayan sürünən quş məməli. Deməli, doğru cavab Y variantı. 175. Onurğalılarda arteriya damarı ilə maksimum neçə cür qan daşınar? 3. Niyə? Ağciyər arteriyasını bilirsiniz, venoz qan daşınır həmişə. Sonra, qurbağalarda arteriya ilə başa gedən arteriya da arterial qandır, bədənə gedən arteriya da qarışıq qandır. Ona görə maksimum 3 növ qan daşına bilər. Həm arterial, həm qarışıq, həm venoz. Deməli, C variantı doğru variant oldu. 176. Neştərçə soxulcandan nəyin olması ilə fərqlənir? Həzm orqanları bayaq dedik, ikisində də var. Qapalı qan damar sistemi hər ikisində var. İxtisaslaşmış tənəffüs orqanı
Eyni tipli sualdır. İkisinə də gətirib salıblar. Deməli, bəli. Neştərçidə tənəffüs orqanı var. 100 civarı qəlsəmə yarığı, amma soxulcan bütün bədən səthi ilə tənəffüs edir. İfrazat orqanı hər ikisi nefrididir. Sinir sistemi hər ikisində var. Doğru cavab C variantı. 177. Hansılar arasında parazit münasibət yarana bilər? Aha, parazit münasibət yarana bilər minicinin sürfəsindən kələm, kəpənəyi, tırtılı. Buna bioloji mübarizə də deyilir. Minicinin sürfəsi kələm, kəpənəyi, tırtılını da parazitlik edir. Bu da təbiətə fayda verir. Çünki tırtıl nədir? Gəmirici ağız aparatına malikdir və kələmin yarpaqlarından qidalanır. Digərlərində fikir versəniz, heç birində parazit münasibət yoxdur. 178. Hansılar arasında parazit münasibət yarana bilər? Anodontanın sürfəsi balıqların qəlsəmələrində, üzgəclərində parazitlik edir və bunun hesabına öz yer dəyişməsini eləyir. 179. Doğru olanı müəyyən edin. Qan damar sistemi. Burada buna əsasən. X-ı. X nə verib? Qaraciyər sorucusu. Qaraciyər sorusu. Nə deyir? Qan damar sistemi yoxdur və doğrunu istəyir bizdən. Qan damar sistemi yoxdur, tənəffüs sistemi yoxdur. Bu düz. X doğru. Keçdik Y-a. Anadonta. Qan damar sistemi açıqdır, tənəffüs sistemi qəlsəmədir, düzdür. Z-də baxaq. Çay xərçəngi qapalıdır, səhvdir. Qəlsəmə ilə tənəffüs edir, düzdür. Amma ümumi səhv getdi artıq. Y variantında göl ilbizi açıqdır, düzdür, amma traxeya ilə tənəffüs etmir axı, ağciyər ilə tənəffüs edir. Ona görə səhvdir. Doğru cavab X və Y olacaq. Yəni Y variantı. 180. Doğru olanı müəyyən edin. Doğru olanı müəyyən edin. X-da anodonta ifrazat orqanı böyrəkdir, tənəffüsü qəlsəmədir, düzdür. Y. Soxulcan yaşıl vəzi deyil, nefrididir və bütün bədən səthi ilə tənəffüs edir. Başdan ayağa səhvdir. Bizdən doğrunu istəyir. Z. Öküz soliterində protonefridial ifrazat sistemi və nə deyir? Bu tərəfdən də deyir ki, tənəffüs sistemi yoxdur. Bu düzdür. K-da çay xərçəngi malpighi borusu deyil, yaşıl vəzidir. Traxeya deyil, qəlsəmədir. Yəni, bu da başdan ayağa səhvdir. Doğru cavab X və Z olmuş olacaq. Bu videoda bu qədər. Növbəti videoda davamını paylaşacağım. Əgər nəsə təklifiniz varsa, şərh bölməsində qeyd edə bilərsiniz. Təşəkkür edirəm.